Qardaşınızın nə vaxtda çoxalıb var? Düz bugün 2015 gün. Güman iqtisadını necə fikirləşirsiniz? Böyle hükümet edilmedi. İşi ki mən getdim. Siz Eldarla münasibətiniz yaxşıdır? Münasibətimiz yaxşıdır, görək nə tövbədir. Kömək Kömək şeylər var ki, mən olmuşam Ramizun qəbunda, qardaşım var. Bu da mənə el adamlarla tanış edib ki, dedilər, Kastampundan keçmək lazım. Kastampundan keçdik. Başladı o sonra artırmalı. Özü yazlı götürdülər. Bu yazlı götürdülər. Yəni, pul alıqlar özü yazlı götürdülər. Bizlərdə iş görmüş, öyle bir də etibar eləmiş. Şey eləmiş, yazlı eləmiş. Bunu da onları şey götürdülər. Yazlı götürdülər. Sonra o qıtarından görə biraz şapka vermək lazım. Biraz şapka verir. O qıtarından sonra elə bir summa deyirlər ki, o vermək mümkündür. Yaxşı, o verirsənsə, universiteti verir, bağlı verir, evi verir, nə verir. Siz bu şeylər ciddi yanaşdır? Çok ciddi yanaşmadır. Axırda gəlib bu universitetin üstündə. Dedim, qardaş, özü belə qol çəksə verirsin, gözü universitet açılar, belə ciddi adamsan, qolçaq adamsan. Deməli, sən zəif adamsan ki, bir şeylərlə məşğul olursun. Sən dedim, şəhərdə dedim, 20 dənə, 25 dənə ev tikirsən. Məndə olan məlumatı görə 27 dənə ev tikirsən. Bu generalla bir yerdə, Ramın sol tapşan generalla bir yerdə. Var, belə düzürsən, 7 dənə kesə gəlir. Zamansı uşaq olacaq. Sabah mən də sənin uşağı oğlum gelin dedim ki, evlər vermənə. Nə zaman? Bəs evlər nədir? Şöyle seçkiden sonra diyorsan, yeşim açtırmalı. Su dengesinler sizlere. Şam'ı evet. Şam'ı bir kez su verir oradan verirsin hemen. Məhəd abi kimi dağılda durur, bir kez su verirsin hemen kılınızı. Qapını açıq qoyub yoxdur, ikimdə özünü. Dağılda durub, bacımın evinə aparırlar. Bir il olarlar məhkəməyə, getdim bunların başçısı. Kimi də? Profesorun rəqəbliydi, icraçılar idi. Elə qardaşım olmayan adamlardı, bax bu uşaq. Kimlər də? Elə mənlə pulu rəsmi surətdə götürən adamlar, həmin adamlar. Siz Eldar Mahmudoğlu demişsiniz bunu? Bunu deməmişim, amma hamısı hazır. Olacaq, əgər onu tapsırırsa, həmin gün elan edəcək. Həmin gün bəlkə elan edəcək. Mətbuatda xəbərdarlıq eləmişim ki, Qazi Məmmədov tutulsa da, əsas adamlar, təşkilatçılar kənarda, şurada zaxda gəzir. Onlara mesaj verilmiş. Kesin mesaj. Burada Güran xanım, burada məsələ belədir ki... Amma başqa reisiyalar burada, Mahir yanlar. Başqa reisiyalar, qalan hansı özlərini qurmalar, Mahir uğurlayanlar qurmalar. Bizim bəyanatımızın bir tərkib hissəsində onların ibarəti ki, Mahirlə bağlı versiyalar, mətbuatda gedən məqalələr, Mahiri uğurlayan adamlar tərəfindən savaşılır. Ancaq mən təcrübə verirəm. Siz Eldarla hər şey danışırsınız, mühakimə məsələsini niyə danışmırsınız? Mən söz verib, seçidən sonra. Kim? Həmin adamlar da məndən axırda universitet istədilər. Universitet işləyirsən, bu 30 dənə bina atıyorsa, bir bina universitet işlətdir. Bacarırsan geçmiş şeydir. Camal Uşaqzad, bizim bildiyimizi, dırnağımız bildiyi, onun başı bildi. Nə olub bir onun vəzifəsi var. İndi onun vəzifəsi var, bizdən istədi kim danışabilir, danışmalıdır. Və niyə danışdırırsınız? Niyə qulaq asırsınız? Hə? Niyə qulaq asırsınız sizlə danışır? Görürüz bizə qulaq asmır. Zamanı belə gəlir. Mürabilə dediniz.
Hə? Ramilə dedi sən. Mətbuatda bəyanat birbaşa vermişəm. Mesaj vermiş ki, qəbul edin. Şimdi ondan sonra yazılarla yığışdırdılar. Ben Ramilə dedim, sənin adamlarına ben vermişəm. Səni görə eləmişim mən, başqa adama görə eləməmişim. Sənin adamın bu, aparıb məni başımıza quma getirib. Yazılı pul alıb məndən sənə görə. Bunun cavabını kim verəcək? Yazılı pul alıb məndən. Sizə kağız verib. Hacı Məmmədoğlu tutulanda da apardı notarısı təsdiq etdirdik. Notarısına keçmiş. Nəyə müqabilində verirsiniz? Şeyə görə, mahirə görə. Nətər yəni yazmışsınız ki, mahir olaraq? Bu qədər pul istəyir, bunu gətirməz. Yazır götürür arxayın. Görür mənə tövb qalır. Onu da mənə də Ramiz onunla tanışır. Yəni buna bu qədər əhəz var. Hüquqi şəxs kimi yazır gedir, yoxsa fiziki şəxs kimi? Firmaya keçirirsiniz, yoxsa? Əvvəl demək, notarısı həmin pulun 10% istəyir qanuna görə. O da böyük oldu. Məsuliyyətləşdik ki, hüquqi şəxs kimi. O peçat. Sonra Hacı Məmmədoğlu tutandan sonra biz bunu dirədik, apardıq notarısı təsdiq etdik. Fərdi şəxsdir. Allah şəxsdir. Nə yazdı sizə orada? Böyle siz deyənləri. Nə yazdı ki, mən mahir olamışam? Yox, güya mahirin gətirilməsi ilə bağlı. Onu hansı notarısı təsdiq edirəm? Özünün notarısı var. Hacı Məmmədoğlu tutanın 3 gün sonra. Çünki onu özünə gedir. Sizin o kağıtınız başlığına cinayət deyil. Notarısının təsdiqi var. Yox, notarısı təsdiq olsa, siz də rüşvət verən tərəfini səhər çəkərlər. Qardaşımızın həyatı üçün eləmişik. Nədə xarış? Orada qalır. Deyəcək ki, bu mühafizə orqanlarına niyə müraciət eləmişsiniz? Mən bir şansam. Ehtiyatlı olub belə O şeylər. zərər çəkənə keçib. Azərbaycan gerçəkliğində hər şey mümkündür, amma zərər çəkənə getirir. Onu Avropa məhkəməsinə müraciət edəndə keçib. Biz qədər qərzləşdirirsiniz. Eləməz, biz qərzləşdiririk, tek deyirik. Sevim sahibi Yaxşı. Mən aynəsinin qabağında, maşından dışarıda sənə tapırsın. Birinci 5 deyilmişdi. Evet, 500, mən də 500. Bəli, verdim, düz deyirsən. Sonra dedilər ki, gecikdiyinə görə 5 də verməsən üstündə. Mən də fikirləşdim, komissiyadan bir dəfə sənə döyür, 5 vermək lazımdır. Vəssalam. Sən də öz yerində fikir yapıyorsun. Yox, fikirləşmirəm, fikirləşmirəm. Yox, siz mənə 500 Verin, dediniz, 500 həmin də. Aynəsinin qabağında maşından Düz deyil, 2 tane çox gecikir. danışın. Razısan mənə deyin. Razı Bir gecikir, çox gecikdiyinə görə 5 gün qaldığına görə məsələ bu yerdə. Dedim, demədim belə. Да. Потом ты мне сказал, я сказала, ну что мне дают. Зря ты сказала, половину возьми, половину потом. Bize geldiğinde Da. dedin ki bir güne iki Да. Biliyorum, да, все правильно, да. Oldu böyle. Правильно, все правильно. Sonra üniversitetle bağlı senden dedim ki mənə dedilər ki, Da. üniversitetle bağlı adliləşdir onları işte. Да. Dedim, mən də dedim ki, mən narahat olun, məndən işte. Все правильно, все Bu sözləri demişəm, hə? Да. Abiyle Özüm muhabbet. mənə desək ki, Rəşadlarım, gəl işləyir, bozarsı işləyir. İcad mənim. Özü sizə heç nə deməyəcək. İndiyə qədər onunla işləmişəm, onu Sevgili разговор не совсем. Зачем мне нравится? Ну, после выборов мы решим, да. Нет, после выборов решим məsələsi böyle. Если indi nəyəsə danışırsan, sən mənim fasiqli bilirsən, mən bir təhsil danışırım. Насчет половины ты говоришь. Polavina ilə bir tərəfə, mən sənə üniversitetlə də bağlı dedim ki, bu adam səhər gedəcək, mələkə ilə işləyirəm, filan kəslə işləyirəm, feşman kəslə işləyirəm. Это не хватает. Да, я понял. Это не хватает. Mələkə belə dedi, filan kəs belə dedi. Mən sənə əvvəldən dedim ki, bu adamın işlərini əgər gətirib birbaşa görürüksə, görürük. Və görmürüksə, Aqil, Məlikə, Həsən, Hüseyin... Niye onlar yoksular hiçbiri? Yoxlar, yoxdur. İndi görsən, 15 dəqiqə bu adam geri danışıb oynadı. Ondan sonra çağırırlar, dedilər, geri götür. Dediler. Realıq bu. Bəli, dediler. Sonra sən gəldin mənə, mən ölüm, sən ölüm, qurban olun, gecə də qoyulur, yadıma, deyil, oldu mu söz? Verno, все правильно. Lap əvvəldən sənə demişdim, gəlsin mənlə görüşsün. Sən mənə dedim ki, yox, görüşmür, başqalarımız. Все правильно. Oldu. Правильно. Sonra yenə gəldim ki, yox, düzəltkən alınmır. Bu sözü mənə dedim. Düz. 2 gün vaxt istədim. Да. 2 günün tamamında getdim, həll elədim. Правильно. Yox, mən elə olan şeyləri danışıram. Bunlar olmuşdur hamısı. Правильно. Yaxşı, indi özü çağırsın desin, nə demir? Özü çağırıb danışıbdır.
Allah atmaca bir şey kəsdirdi, mən gedib bir də duvara xahiş eləmədim ki, mən nəyə lazım edir? Xahişinizi mən eləmişəm desin. Mən sizə zamin durmuşum. Sizə daşı olsaydı, mənə nəyə lazım edir? Gedib deyərdi ki, oğlum get, sənə məsələn həll olur. Yox, indi bunu qutaraq sonra keçiyormuş. Sevər, qutaraq yoxdur. Qutarıqsa bir dəfə qutarıq. Səhər Elşad mənim gəlib mənə deyəcəksə ki, yox, mən Məlikə ilə işləyirəm, filan kəsmə, peşman kəsmə istəyirəm, belə söhbət yox. Abi önce hiç kimle işlemiyoruz. Gerçekten konkret Hiç kimle işlemiyoruz bu. Bir dakika Ayşe ben bundan danışmışım. Yok, bu can yaşlı benim, sen onu niye danışıyorsun? İşliysen de yanımda. Yanımda. Senin kızın oğlu sen de bayanlansın. Yok evlenmişsin sen onu. Bayanlansın. Bir de bayan ola. Evlenmiş orada. Yüzü almamışım alacağım. Şöyle burada mesele belə nişandır. Deputatlarla bağlı 500 Həmin də verir. İndi vəziyyət deyirsiniz ki, belə nişandır. Xeyr, mən danışmağa gedəndə, ailəsin qabağında sizə deyəndə ki, siz gəldiniz, oturdunuz maşına, mən sizdən qabağına oturmuşdum. Düzdür, mən Sevaya demişdim o birinci söhbətini demişdim. Dur, mənə deyilən sözdür, siz mənə bir başa sözdür. Yox, əvvəl düzdür, 5 deyilmişdi. Mən laf əvvəl gələm. Əvvəldə gələm. Yox, arkadaşlar, əvvəl heç belə danışmam. Ötəyin 4 verib deyil, 400 verib deyil. Yox, 5 deyil, 5 də lazımdır vermək. Bizdə nə qədər verib Sevinç xanım? 5. Ötəyin 400 verib deyil. 5'dir də, 5 də vermək lazımdır üstündən. Əvvəldən 1 danışılmışdı. Siz 500 dediniz, mən də 500. Mən də 5 də vermək lazımdır. Seva, laf əvvəldə sən birinci gəldin, mən də gəlsin məndən görürsün, düzdür. Düz. 5-10 da danışmışsın. Düz, 5. Когда все начиналось? Только никого не начиналось. Правильно? Правильно. Решение никакого Нет, не нет, было. нет. Hansı dairədə kim qalacaq, həll olunmalı. Heç nə yoxdur. Düzdür, Правильно, yoxsa? правильно. Sən mənə nə dedin? Dedik gecikdiyinə görə... Yox, sən mən o vaxt deyəndə sən mənə nə dedin? Dedim, gəlsin, görsün, nə dedin? Yox, dedim ki, lazımdır, başqa adamla işləyir. Yox, bir dəqiqə qulaq qardaşınsa, bir dəqiqə, xahiş edirəm. Nə dedin? Dedim, başqa adamla işləyəcək. Sağollaşdığın sənə, Bəli. bu mövzuda Bəli, sağollaşdın. bəli. Başqa bir şey demək? Yox. Sonra nə edəmin? Bir də Dubai'yə gəldin, neçə gün qalmışdı? 9 gün. 9 gün. Sənə dedim, gəlsin məndən görsün, mən onun özündən danışmamış, gedib heç bir şey danışa bilmərəm. Правильно, правильно, все было. Oldu, gəldi ofisə. 3-4 dənə sual vardı, onları verdim. Dedim, kimlə işləyirsiniz, universitet, filan, feş məkan, nə bilməm. Burada belə deyirəm, biz sənə deputat keçirdiksən, sonra get nə istəyirsə eləyəm. Bu şeyi Musa'da almışda biz gördük. Musa'nın almışı deputat geçirdik, sonra getdilər başladılar, biri Əlin Sağlıqla başladı işləməyə, biri Hacıbalı ilə başladı işləməyə. Bu nömrələr daha keçir. Yox, yaşamıyorum. Sən bilirsən ki, sən Ramizlə geçsin, Ramizlə də işləmirsən. Başa düşdür, Ramizlə də yazdılar. Hə, onu işləmirsən. Almışı da, təzən o baş ağrısı nəyə lazımdır? İndi bunu sıradan çıxar, sonra bunu sıradan çıxar. Sonra qızaçın ucuna. Əvvəldən, bir dəqiq qardaşımsın, əvvəldən işi konkret qoymaq lazımdır. Bildin, bir dəfə bilmək lazımdır. Sən mənilənsən, yoxsa mənilən döyürsən. Bildin, adamlar var Fərhadın adamıdır, konkret bu günləri bildirər ki, bu siyahı Fərhadın siyasıdır, bu Əlin Sağlıqın siyasıdır, bu Kəmaləddin idi, bu Ramizlidir, bu İlhamlıqdır, bu filan, bu Bedirman. Düzdür yoxsa? Düzdür. Belədir, belə döyürsün. Bəlkə sən danışırsın. Yox. Mən də bu günləri sizlə deyirəm. Əgər siz bizlə işləyirsinizsə, konkret, mən sizə bu günləri deyirəm. Gəlmirsə, qardaş, mən bu işi... Seva, mən də çox danışmanın halını yoxdur. Bildim də, başına işim də, işim. İli сегодня концерт не это İşim. Ay Sevinç xanım, bir də xahiş edirəm. Mən getdim, siz özünüz işət eləyin, qaynana tutaranda çağırarsınız. Cənab qaynana, bu məsələ nə iyidir? Xanım qaynana, mən də hamı cənab deyib, mən də... Demək, burada bu məsələdə, bu 500, mən də 500 verdim. Ay, 500-də sən gəlmədin, 500-də sən gəlmədin, sən bizi saymadın. Niyə ki, niyə saymadın? Gəlmədin, dedim, mən başqa adamla işləyirəm, sən gəldin 500-də. Bu gəldi mənim ki, səninlə görüşmək istəmir, başqa adamla işini görür. Zeynə də 500-dən dedim, mən də 500-dən Xeyr, o naçaliyyə də bunu. Sonra gəldi mənə dedi ki, mən bütün işlərini konkret görən adamım. Gəlmədim axı. Ramiz mənim özünə deyə bilərsiniz. Mən bugünə qədər Ramizlə Ramiz müəllimə verməmi özüm alıram. Ramiz müəllimə işləmişəm. Özüm alıram, bax, özümün qiymətim budur. Başa düşdüm, priçom tut Ramiz müəllimə, özüm alıram. İstəyirsən, eləyirəm, istəmirsən, eləmirəm. Konkret, yox, sən şimdi mən konkret. nəzir başa sizi. Mən- Yox, sizin mən 500-ünüz, Bura mən bax. 500-dür. Yeni 5 də vermək lazımdır. Mən indi demirəm, mən maşından düşəndə deyib düşmüşəm bunu. Mən ora gedəndə, xahişim gedəndə bu sözü deyib düşmüşəm.
Hətta dedim, soğurlar, dedi, olmaz. 5 gəlməlidir, dünən mən Ramiz 5 mənə gəlməlidir. zaten heç nə də vermirəm. Ramiz məndə kralan adam döyür. Ramiz məndə rüşvət zaten heç kəsin deyəcəm 1 manat da verir. Pulu mən istəyirəm. Mən gülərəm. Verirsən, eləyirəm. Vermirsən, özün gülərsən. Məsələn, reyting böyürəm, adam uğurlamam. Mən xahiş edeyim. 500 bir sənə vaxt idi, 500 bir sənə vaxt idi. O mən sənə dedi ki, mən ona o gün də başla dedim. Dedi 500, o vaxt dedi ki, sən mənə deyən gün. Çünki 500-dən keçdi. 7 gün qalıb Sən nə darsan, arkadaş? Mən 7 gün dedim, qalıb. cəmaatın prezidentdən keçən siyasını pozdurmuşam. Sən bununla oynayırsan belə şeyləri. Ben oynamıyorum. Siz ben ne demişsiniz ben bunu? Yo, mən sizə heç nə deməmişəm. Mən əvvəldən bu kişinin qızına demişdim. Bu kişinin qızı gəldi, mən dedim, var, səndən işləmir. Bir de kardeşim, Adam biz var. orada seçicilerden sen çok Ha. bozuk bir de. Yo, mən seçicilər var. Ülkede biz işimizi araştırıyoruz. Hə, o qədər deputat olmaq istəyən var ki, amma seçici bir Ben, də. vallahi işte ben o kadar işim var şimdi ben de Ha. pek yazım yoktur. O sadece zaman karşılığı vefat edilmişim. Əzim, mən sənə qardaş kimi deyirəm. İstəyirsən, Ay mən... bayramım, ben jet bilemiyorum. Qaynanan sözü belədir. Sən qaynanan pis tanıyırsan. Qaynanan xasiyyətini bilmirsən. Qaynanan yek gəlməsi var. Yox, ola bilər buna qıslayıblar. Bir azdan çox şeylər. Buna bax, Qıslayıblar. Sen ben bir istiyorum. Hə, yox, qıslayıblar da deyirlər ki, gecdir, Ben gecdir. gelsin düş. Gecdir. Sənə görə bu az qardaşım. Gecdir. Sənə görə o qədər siyahını başqa vermiş. Qıslayıblar. Sən belə Sən şeylərə çox şey zarafat deyir, edirsən. qıslayıblar. Belə şeylərə zarafat eləməyə öyrəşməmişəm. Yok, ben sözümü gelse, ben zarfat Mən buna bax, Yok, zarfat değil. sən adın siyahıdan pozulmuşdun. Ay, ne olursunuz zaten, ben iki Ne defa, olursun? bravo, 2 defa vermişim, kesmemişim. Qardaşım, mən sən zorla demirəm ki, mən səndə Ben zorla burada tutma, 19 özünü lira də verdim var, göstərmirsən. biri bir de kocu nazesinde bir de üşütmüşüm küzler. Hər şey əcəb edirsən. Güzərdin əlinə o işdən olursansa daha burada nə bazar edirsən? Nəsən başım çıxır? Şimdi burada gel mesele öğrencilerdir. Yok, ben bazar açmıyorum. Burada siz bana nece demişsiniz? Mən sizə heç nə deməmişəm. Siz de gene şey... Mən sizə heç nə Gecləri də deməmişəm. gecikir, o vaxtı 5 dedi, sonra Hayır, gecikir. laf gecikmeyeyim, laf gecikir. Sen ben verdim 500, ben de 500. 4 aydan qabaq bu qiymət 500. deyilmişdi. Əvvəl. Sen ben 500 verdim. Keçəvvəl 5 deyildi, onun da az idi, sonra oldu 4 500. aydan qabaq. 4 aydan qabaq 300 idi, sonra oldu 500. 500 verdiniz, ben de 500 verdim. Seva, Deyir qanun olmur da, deyir ki, Seva, 2 gecikir, ona görə düzəltmə lazımdır üstünə. mən getdim, özüm danışdım. Yok, hayır, Güler Hanım, sana söhbət olarak ben geldim. Ben sizden burada iş Əzim, 1 mantığı, 2 mantığı, böyle ben pul vermişim, gelmenin. ay kişin olun, sən mənim gücümü gördün, sən gidip gördün, bir gecənin içində getdim, həllələdim, qoydum, gəldim. Sən indi mənə nə edirsən ki? 32 dəqiqə söhbət edeyim, dışı bir aydınlık gətirir. Aydınlıq gətir. Mən də sənin Mən alanım. deyim ki, mən deyim, bana bunu deyir. Əşi, mən deyim ki, sən də yalan, mən Şimdi Yok, var, ben ben de- bu kanun değil, 500 verdi, 500 vermişim. Seva, ya sus qazalı, arışıyla, maşından düşəndə sənə bir demişdim, Правильно, niyə buna правильно. verdim mən sənə? Yox, mən dedim ki, sonra verərlər, sonra olar. Ay, şimdi sonra- Komissiya olar, ondan sonra. Bircə də xahiş edirəm. Mən komissiya söhbəti danışmışdım səndən. Niye? Ya bunu siz kazanmışsınız. Ay Güler Hanım. Patol. Adayı Siz kazandım. kazanmışsınız. Dedim, хорошо, bu keçin Güler olar Hanım, diye. ay Güler Hanım. Ha. Bu mənə balamı canmışım, Allah'a and olsun. 500 değil, 500 de demişim. Düz değil de, düz değil. Sonra dedi ki, gecdi, gecikir. Her şey diyor, kaça kaçtı bu. Ne diyeyim bunu demişim. Bura bax. Bir də deyirəm, axırıncı dəfə deyirəm. Mən birinci dəfə bu söhbəti Seva mənə deyəndə, dedim Seva, 500 gətir həmin. Mən səndən danışım, özü də buradadır. Haradasa danışsam saxlamam. 2-3 aydan qabaq təqribən. Bu da getdi, gəldi, dedi niyet. O səndən görüşmək istəmir. Mən açıq danışıram ha. Burada bu bir sənətlərdir. Kimin xoşuna gəlir, gəlsin, kimin xoşuna Yok gəlir. işte, işlerine hoşa geldi. Elə o qədər söz olur ki, mənim də haqqımda. Hoşa geldi, hoşa geldi. Mənim də haqqımda bu günləri səhər mən bir nadir dostumuz var, səhər bunu deyir, bir dənə adamı deyirlər ki, onun qardaşıdır. Deyirəm, sənin başın xarabdır, mənim 3 qardaşım var, biri budur, biri də budur. Halbuki bunun əlində işləyən adamdır. Deyirəm, sən var, deyir ki, bəs belə artıq işlərində bok bitmədi, səhər-səhər bok bitmədi, ben eyni. Mən belə yəni heç vaxt, mənim asborkalarda zaten o stajım çoxdur. Sən 2 ildə qardaşım tapa bilirsən, 2 ay tapardım mən o mühəndisəni. Söhbət ondan gedir ki, bu adam gəldi mənə deyir, dedim ki, gəlsin məndən görürsün, pulu da götürək, mən bu məsələni həll edəcəm. Amma məndən görürsün, mən bu adamın danışacağım sözlər var. Bu siyasətdir. Burada nalamuxa vurmaq olmaz. Alverdə nalamuxa vurarsan, amma bu siyasətdə nalamuxa vurmaq olmaz. Bunun cəzası çox böyük olur. Əlin sağlam kimin adamın cəzasını kim gördü. Fərhad kimin adamı, ondan artıq nə sən dörsən, nə də mən dörüm. Nə sən pulun olan pulundan artıq dör, nə də mən pulun olanı. Biz oradan çok bir şey almadık. Yeri gələndə, düzdür yoxsa? Nalamuxa vurmağın axırı pis qutarır. Mən də sənlə bu işə gedirəmsə, sənə məsuliyyət daşıyıram, mənim qardaşım.
Sənin getdiyin yolun məsuliyyətinin yarısından çoxu mənim boynumdadır. Mən bu məsuliyyəti boynuma götürürümsə, sənin hazır dönəcəyini mən bilməliyəm. Və bilməliyəm ki, dönməyəcəksən. Bunları mən bilməliyəm. Bu zarafat söhbət deyil. Burada zarafat eləmək mümkündür. Bu siyasi məsələdə hakimiyyət məsələsidir. Mən də sən demişim, ranı çəkən adamım. Mən ona dedim, gəldi mənə Seva dedi ki, sənin haqqında, Seva, mən açıq danışımda üzr istəyirəm. Nə deyirsən? Dedi, sənin haqqında ona nə deyirlərsə, deyir ki, o yaxşı adam deyil, yox, mən onunla görüşmək istəməm, mən başqa zamanlı işi görürüm. Dedim, lap yaxşı, bu getin kimdən görürsən, Allah xeyri versin. Oldu, belə danışım. Dedim, Allah xeyri versin. İstəmir görüşməyi də. Düzdür. Da. Üstündən bir müddət keçən sonra gələ gəldi, özündəki bir dəfə deməyib. Məsələn, elə deyib, belə ki, Ramiz müəllimin qızı deyib. Sevinç xanım deyib, qızı deyib. Düzdür, ailəsiyle danışır, düzdür. Sevinç, onun Ramiz müəllimin qızının ərini mən elmi rəhbər olmuşam. Əlidir. Mən Ramiz müəllimin qızını tanımıram. Ufaqda həm də kökəbini Buna bax, dəstəyir. eşilirsən öyle. Mən Ramiz müəllimin qızını tanımıram. Mən Ramiz müəllimin Yox, mən Sevinç xanım Ramiz müəllimin qızı çəkdim. Sevinç nə deyib özü bilərim, mən Sevinci atı çəkdim. Yox, mən də şu Sevinci qırı tanıram da. Sevinci qırı bu düşür. Eşilirsən nədə? Burada heç kimin adını çəkmək lazım deyil. Burada kim var axı? Mən heç də bilməliyim. Burada iş görür, nə bilməliyim. Və sən işi görmədin, mən bildim. Sən işi gördün də. Bir iş olar, dünən 500 almışsın, iş düzəlin deyirsən 500'e gəlir. Mən sənə heç vaxt iş görməmişim, mənim qardaşım. Yox da indi Mən sənə qiymət demişdim. Yox, buradadır, bax. Mən buna deyib demişəm, maşından düşəndə sən orada maşında oturdun. İndi Sevinç xanımda mən 500 deyil də, Allah'ın olsun mən 500. Seva, mən sənə bildim məndir maşında. Doğru dedin də. Bilməm, sən mən onda bir nə 500 deyirsən. Ay, bu kişinin deyəndə ki, sən mənə zərbə badın ki, buna deyirlər, gəl geri götür. Doğru dedilər. Dedilər. Mən dedim, narahat olmadım. Bizə nə vaxt dedilər, sizlə görüşəndən, sonra mən dedilər, Sərsun öldürdüm. Düzdür. Ofisdən çıxanda dedilər, geri. Mən dedim onlara gidiyinə. Yox. Səhər sizlə görüşdüm ha mən. Balamız olsun, Sərsunla bunu gəldim öldürüm, deyim, sən mənə buna kömək deyim, sən mənə deyirsən, gəlib bir vaxt öldür daha. Kim kömək eləmək? Hələ o günə qədər mənə o sözü deyən olmamış. Deyilsiz, mən dedim. Yox, mən gəldim sizlə görüşdüm. Yox, nə deməksin? Sevinç burada yox, qulaq alsın da mən. Can yazı mən də öyrəm. Mən də yapışdım bundan ki, dedim, Sevinç xanım. Axı, sən nədir söhbət eləmişsən, gəlin mənə ki, geri ver. Söhbət kimdən eləməlidir Sevinç? Mənlə. Bilirsən nə oldu? Когда мы в офисе встречались с ним, Sərsun gəldi söhbət. утром рано ему сказали, что иди возьми обратно. Я тогда и поняла, Я поняла. Этот день, оказывается, всем сказали ki geri götür. Sonuncu gün idi. Kim götürüyor? Ben sizden soruşmadım. Она не поняла что, он не понимает, что Ben sizden ofiste soruştum. Size diyeyim ki geri götür. Ben de dedim, geri değil. Siz dediniz yok. Ama hemen gün Hamid değil. Sərsun dediler. Hamid Size dedi. Sərsun Yox, mən Sərsun dedim. Size Sərsun dediler. O mənə dəxli var. O mənə dəxli var. İndi bunlar hamısını buyuruq. Alo. Aleyküm selam. Başım kim? Bəli. Yox. Hə, salam Azad mənim. Sağ olun. Bağlı nömrədən niyə zəng vurursunuz ki? Açıq nömrədən zəng vurur, mən də görüşlərəm, çıxıb sıyıraram. Fikət məndən xəbərim yoxdur, mən səhərdən çıxmışam. Danışıb mən deyərəm sizə. Danışıb deyərəm. Sevo, indi belə çıxır ki, mən demişdim ki, götürsün. Niye demişsin? Biz seninle görüşüp gelenden sonra Sərsun mən Sevinç xanımla söhbətimi unutmuşum. Rüşvet isteyi. Hangi yediler? Hem bütün cemaat götürüp. Ah, sonuncu günü hamı götürdü. Ay, ki sen hele tapşırmamışlar, sen necə tapşırmışlar? Sərsi günü bu söhbətimiz oldu. Bax, burada Sevinç xanım da buradadır. Mən düz oynayacağım. Mənə Sevinç xanım deyib, 500-500 Ay qardaş. Sevinç sənə niyə 500 deyib? Mən Sevinç sənə 500 demişəm, maşından düşün. Əvvəl 500'lüdür. Əvvəl ama sonra Sonra sənə görüşmədik. Da. İstəmədik. İtiraz elədiniz. Düzdür yoxsa yox? Не, son güne kadar güle bu da pis oldu. Потом ты сказала пis. Ay falan, son günə Son günə qədər qədər başladı. başladı. Nə dedim Seva, belədir. Dedim sənə. Dedim. Düzdür yoxsa? Da. Все правильно. Dedim razısınsa, mən dedim. Razı deyirsə getmirəm. Maşında dedim ki, danışın əzərabıda. Məsələn, niyə sən bu adamı bildirməmişsən? Dedim sonra verirler. Sonra verərdə o pul, sən bu yerə pul verəcəksən. Sən o yerə pul verəcəksən, Seva. Qərbi şeylər də, mən sən maşından şöyle dedim, adama deyilən hər şeyi. Min adamdan işləməyəcək, bizlə işləyəcək. Gör, mən indi elə Ramizlə işləmişsən də. Göşləməmişsiniz Ramizlə. Kimdə işləmişsən? Ağılıyla işləmişsin. Ağılına var ki, ağılına iş görür. İndi Ramiz mənə Я biz не işləmişsən. понимаю, это мне Ay Gülər xanım. Gülər xanım.
Biz Ramiz müəllimə neçə dəfə qıza yaratdıq, hamısı özün olacaq. Aqil o söz deyil. Mənim deputatlığımda aqil idi, elədiyi şeyi gördüm da. Ramizə demişdi, Ramiz özünü demişdi. Çünki elə kim oynayır? Eşitməli, eşitməli. Açıq oynamadığı alırdı, gol evdə vermirdi ona. Çox da verirdi. İndi girib içəri, indi istəyirlər gerisini. Bunun bir iş yoxdur. Mən bilirəm. Sən heç kəsin adını çəkmir. Çəkmirəm, mən çəkmirəm. Mən sizi burada başa düşərəm. Gör xanım, oturda bir vacib söz. Arkadaş, bu olsa mənim işim bir var. Nə fərq? Yeni sözü məndir, sən də mən təzə. Mənə 500 demişsən, 500 də demişəm. İndi 500 də vermək lazımdır da. Amma bu söhbət yox idi. Seva, maşından düşəndə, mən bu işin dalıca girəndə bil demişəm. Mən Dedi ki, bir Mənə bu arada məlumat verir. Verin Hindus'un problemimizi 250. Məlumat verir. Mən maşından dedim sənə demədim. Şöprən. Siz mənə siz təklif elədiniz, dediniz təhsil haqqını deyil. Təklifiniz oldu. Mən də dedim, yaxşı, mən öyrənib gəlib sizə deyəcəm. Gəldim, gelirdim ailəsə. Bu gəldi, dedim, gəl, mən sənə telefonda demirəm, orada deyirəm. Gəldi, maşında dedim, Seva, bir, özü ilə danış. Razıdırsa, bu işin dalıca gedir. Razı deyilsə, getmə. Özü dedim, Agilən heç kimdən işləməyəcək. Universitetlə də bağlı bütün problemləri bir sənə eləyəcək. Görməni deyir, hamısı Ramizin özünü bilməm. Xeyr, siz Ramiz mənimlə işləməyəcək. Ramiz bilməmiş, başqa kənar verir. Niyə artıq çəkmişsin, mənim başım? Mən sənə deyirəm da, burada kim var, özümüz yok. Televizyon və internet yazır. Allah sənə canı sağ olsun. Burada nədir ki, ay Gülər xanım, burada nə söhbət olursa... Sən dedim, bu işi pişir, sonra məndən davranır. Pişirmişəm. Pişirməmişsin. Çiğdir. Mən həmişə işləri pişirib Yox, bir dəqiqə xahiş edirəm, bir dəqiqə. Nə pişiribsən? Əzizim, bax sən mən 500 demişsən, 500 də demişəm. Dedi ki, vaxtı az qalıb. Eləmir də, bir vaxt. Elə söhbət olmadı axı. Mənə də dedin ki... Niyə deməmsən bəsən? Görək xanım, mexanizmiz də... Yaz qazanmış komissiya. İki yaz dayı. Ya komissiya sənə söz verir. Ay Görək xanım, Vermişəm. Görək xanım. Məsələ də bir oldu ki, dedi ki, Ramizin yanı... Ay, biz maşında siz komissiya deyəndə mən demədim ki, Əli Hüseynov da komissiyanı sadəcə. Söprən. Heç komissiya istəmir, ki, bizə... Komissiya söhbət olur. Yox, mən sənə özüm demişəm. O sonranın məsələsi. Sən də dedin ki, komissiyanı pul ayrıdır. Gülər xanım. Mən sənə dedim ki, Əli Hüseynov bugün komissiyanın sədridir. Bəli. Və ona heç kim yerindən tərk etməyəcək. Düzdür yoxsa? Düz. Başından düşəndə sənə dedim ki, bir şey var. Danış adamla, əgər razıdırsa, mən bu işin dalıca gedim. Dedim. Bəli. Mən də çıxdım, getdim. Sənə zəng vurdum, sən dedin ki, razıdır. Dedim ki, nədir? Dedim ki, Batsakildə oturmuşam. Yığırlar, səhər gətirim, dedim, burada nə qədər? Dedim, 500. Dedim, bəs qalanı? Dedim, qalanı bir günə, 2 günə gətirəcəm. Dünən bizə gələndə. Bu söhbət oldu, olmadı. Dedim, ponedельник mən getməliyəm, sən mən nə dedim? Dedim, da ponedельникə çatacaq. Bir günə, 2 günə, bir günə. Ну, я собирался ему сказать, да? Ну, сказал бы, да. Телефон свой отключила, я тебя найду. Да, вчера телефон не работал, я Это моя проблема, что ли? Да. Тогда считай, что я вообще с ним не встречалась, сама Дубай. Мне встречи я не могу, мне люди что. Gülər xanım, Bəli. qoy mən də bir kəlmə söz. Buyurun. Mənə xanım 500 dedi. Özə verilmən mexanizmdə dedim, nə olacaq? Dedim ki, ya, mənə Ramiz müəllim deməli ki, get Gülərlə qutar. Elşad müəllim. Ya da mənə başçı çağırır. Ramiz müəllim, sizə heç nə deməyim. Ya da ki, başçı mənim qəbul eləsin, sözün düzün həmin Başçı sizi qəbul həmin dəqiqə tutaracaq. Və sizi saxlayıblar da. Vəziyyət nə Və yerdədir? sizin qabağda seçkiniz də var. Mən də sizə deyirəm. Vəziyyət nə yerdədir? Bu da mənə xanım da mənə dedi ki, Ay kişi, buna bax. elə siz mən oradan söhbət edib çıxmalıyım. Qoy mən sözümü deyim. Bir də qardaşım söz üstünə. Canım, bu sözü Nizam çəkməyə, mən belə şeylərdə xoşum Bu olan şeydir. Mən afətlə də edirəm, Avropa Şurasında da edirəm. Allah çağırsa, amma bu məsələdə bir də gördüm, sizə dedi ki, işin düzəldi, oturmuşduq, aynı istəyiniz, Sevinç xanım maşınında, başçı mənə zəng gəldi, sabah gəldi, deyəm xeyrədir, şəhər, deyəm xeyrədir. Səhər oğlum yanımda. Sözün dedi, dedim Sevinç xanım, oradan çıxan kimi əməlatı mən səhər çatdıracam. Elə oradan çıxan kimi 10 dəqiqənin içərisində... Siz bugün eşitdiniz, mən dedim. 500'ü çatdırdım mən. 500'ü çatdırdım. Mən bu adamı Amma tanıyıram. dünən mənə Sevinç xanım bu söhbət demədi ki, Elşad müəllim, siz mən 500 Sema, dedim. что что мы с тобой обговорили? Qaldı, indi qaldı. Я скажу, хорошо обговорили, потом не Gülər Хорошо, qaldı bu məsələsi. Qaldı, əgər komissiyanı da eləsəz, onda hər sizə 500-ə verərik. Сделай, да. Комиссию сделай, да. Bunu al verirsiniz məndən demişsiniz. Yox, mən al verirəm, mən sizin nə Bunu al veririm. Mən sizə komissiyadan söz Yox, heç lazım da deyil. Bizə əsas lazım işimiz düzəlsin, keçək. Mənim 40 yaşım var, məndən oyun oynanmayın. Yox, biz oynanmırıq. Məndən oyun oynanmayın. Sonra senin adına diyorum. Elə deyil. Biz gəldik ki, bura iyi iş